İsmayıl rayonunda dəvə qutabı əsasən restoranlarda, kafe, istirahət mərkəzlərində və yerli mətbəx təklif edən kulinariyalarda tapılır. Bakıdan fərqli olaraq burada su spesifik yeməkləri daha çox məhdud sayda məkanda tapa bilərik. Əvvəllər dəvə ətinin 1 kiloqramı 14-15 manat alınırdısa, bu il bu qiymət 20 manata yüksəlib. Buna görə də yol kənarlarında bişirilən dəvə qutablarının hər biri 4 manata satılır. Biz də yerli məkanda çəkiliş apardıq və baş aşbazdan dəvə ətinin hazırlama prosesini izlədik. Aşbazın sözlərinə görə dəvə əti digər ətlərdən fərqli olaraq dadı ilə seçilir. O bişiriləndə qaralmır, əksinə qızarır. Ən əsas dəvə qutabının tərkibində bir çox təbii inqrediyentlər var. Pul biberi, düyü və sumaq. Bu qarışıqlar bişirildikdən sonra qutabın dadı tamamilə fərqli olur. Dəvə ətini belə fərqləndirmək olar ki, dəvə əti bişdikcə qızarır və dadında şirinlik var. Amma mal əti bişdikcə qaralır, başqa forma alır və mal əti biraz kəm-turş olur. Belə bir qəribə də olur, amma dəvə əti şirin olur, həm də qızarır. Ondan bilmək olar ki, dəvə ətidir və ya mal ətidir. Dəvə ətini alıb gətiririk, ət maşınından çəkirik, qıyma formasında olur. Sonra onun ədəvaları var, lazım olan ədəvaları vururuq. Pul bibərdir, düyüdür, qara stiyotdur, paprikadır, yəni bunlardan istifadə edirik. Yəni onu da dada gətirməkdən ötürü edirik ki, yəni daha dadlı olsun. Müştərilərə görə daha dadlı olsun. Aşbazın sözlərinə görə dəvə qutabı hazırlanarkən ilk növbədə ondan istifadə edilir. Sonra xəmir yoğrulub kündə halına salınır və içi dəvə əti ilə doldurulur. Bu hazırlıqdan sonra isə qutab sacın üzərinə qoyulur. 3-5 dəqiqəyə bişirilir. Biz qutab bişirən xanımla da söhbət etdik. O hər dəfə qutab hazırlayarkən xüsusi diqqət yetirdiyini və təbii inqrediyentlərdən istifadə etdiyini qeyd etdi. Dəvə ətinin dadı başqa olur, mal ətimizin dadı başqa olur. Tamam başqadır. Nə qədər olsa, dəvə əti ilə mal ətinin dadı tamı seçilməlidir. Biz ilin müxtəlif fəsillərində həm buradan İsmayıllıdan Bakıya, həm Bakıdan İsmayıllı və sair bölgələrə gedəndə həmişə bu məkanda əyləşirik. Düzdür, biz Bakı şəhərində də yemişik dəvə qutabını, göy qutabını, nə bilim mal qutabını və s. Ancaq bu məkanda digər qutablara baxanda dəvə qutabının bir özünə məxsus bir xüsusiyyəti var, bir dadı var. Ona görə xoşlayırıq və həmişə gələndə, bu yolu keçəndə bu məkanda əyləşib dəvə qutabından yeyirik. Rafiq Həsənov, Elçin Məlikov, Həcər Həsənova bu gün informasiya proqramı üçün.